Aleksandr Nikolayeviç Verstovski 19-cu əsrin birinci yarısının Rus musiqi incəsənətinin görkəmli nümayəndələrindən biridir. Rus mədəniyyət tarixinə o, ilk növbədə romantik operanın yaranması ilə bağlı parlaq və sərbəst cərəyanın nümayəndəsi, teatr musiqisinin böyük bəstəkarı kimi daxil olmuşdur. Verstovski həmçinin çoxsaylı romansların, kantata, vodevillərə, dramatik tamaşalara yazdığı musiqilərin və dini musiqilərin müəllifi kimi şöhrət tapmışdı. Verstovskinin çoxtərəfli musiqi fəaliyyəti ona yüksək ictimai rəğbət qazandırmışdı. Verstovski 1799-cu il fevral ayının 18-də Tambov quberniyasının Selverstova malikanəsində anadan olmuşdu. Verstovskilərin evində incəsənətə, ən çox da musiqiyə yaxşı münasibət hökm sürürdü. Ev konsertlərində tez-tez orkestr və kamera musiqisi səslənirdi. 8 yaşlı Verstovski pianoçu kimi konsertlərdə çıxışlar edir, 10 yaşında isə açıq konsertlərdə solo ifalar edirdi. İstedadlı musiqiçi kimi onun haqqında yazılar dərc olunurdu. 1816-cı ildə Verstovski Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olur. Bununla belə musiqi onu daim cəlb edir. O, fortepiano dərslərini o dövrdə məşhur olan bəstəkar və pianoçu John Field'dən almaqla yanaşı, Bion və Maurerin rəhbərliyi altında skripkada ifaçılığa yiyələnməyə çalışır. Verstovskinin ikinci sönməyən ehtirası teatr idi. Teatra vurulan Verstovski özünü tərcüməçi, aktyor və bəstəkar kimi sınayır. 1819-cu ildə Verstovskinin musiqisi ilə Şaxovun Babushkini Pabuqayı vodevili uğur qazanır. Bu tarixdən etibarən 20 yaşlı Verstovski istedadlı, həvəskar musiqiçi kimi kübar dairələrdə çox populyar olmağa başlayır. İnstitutu bitirən zaman onun qarşısında departamentdə çalışmaq perspektivi açılır. Lakin Verstovski taleyini kökündən dəyişən ciddi qərar qəbul edərək məmur xidmətindən imtina edir və özünü incəsənətə professional xidmətə həsr edir. Bu məqsədlə o, Moskvaya köçür. Burada o, Moskva ədəbi teatral aləmə daxil olaraq tezliklə orada görkəmli mövqe tutur. Onun tanışları arasına Griboyedov, Pushkin, Zhukovski, Adayevski daxil olur. Bu tanışlıq nəticəsində bir çox romanslar, o cümlədən populyar olan Kto brat, Kto sestra, Dva zayki və sair romansları daxildir. Teatrda bəstəkar, rejissor və opera truppasının təşkilatçısı kimi işlədiyi dövrdə Vadim Askolt məzarı, Gramoboy operaları yaranır. Verstovskinin teatral düşünmə qabiliyyəti təkcə operalarda deyil, həm də kamera vokal musiqidə özünü göstərir. Öz romans və baladalarının ifasını bəstəkar çox vaxt uyğun geyimlərdə, dekorasiyalarda və işıq tərtibatında görür. Bəstəkar həm də Polşa, Qaraçı və İspan folklorunun zənginliyindən sərbəst istifadə edə bildiyindən özünün musiqi dilini musiqili deklamasiyası ilə yanaşı xeyli zənginləşdirmiş olur. Pedaqoq və tərbiyəçi kimi musiqi teatr kadrlarının yetişdirilməsində Verstovskinin rolu böyük olmuşdu. Ömrünün 35 ilini Verstovski təkcə teatrda deyil, həm də teatr üçün işləmişdi. Teatr tarixində bu dövrü çox vaxt Verstovski dövrü kimi adlandırırdılar. Bəstəkar 1862-ci ildə vəfat etmişdi. Verstovskinin romansları. Vokal əsərlər Verstovski irsinin parlaq və əhəmiyyətli hissəsini təşkil edir. 19-cu əsrin 20-30-cu illərində Rusiyanın musiqili poetik atmosferi ilə Pushkinə ehtiramla və şəhər lirik mahnısına pərəstişlə doğulanlar o dövrün Rus romans janrının inkişafında zirvələrdən birinə çevrilir. Alyabyev və Varlamov kimi Verstovski də şəhər folklorunun intonasiyalarına istinad edir. Bəstəkar üçün kəskin, yüksək ekspresiv tərz səciyyəvi idi.
Bu səbəbdən Verstovski vokal musiqinin Rusiya üçün yeni olan növünü, o dövrdə dramatik kantata adlanan balladanı yaradır. Bu sahədə onun yazdığı ən yaxşı əsərləri Puşkinin sözlərinə Qara şal, Jukowskinin sözlərinə Yoxsul müğənni 3 mahnı olmuşdu. Bu mahnılar müasirlərinin rəğbətini qazanmışdı.